Uşaqlar, sana mərhaba, açıq xeyir olsun. Necəsiniz? Uşaqlar, riski sevən varsa mənimlə bir yerdə ən kiçik lotlarla girək. Elə bir ki, haradasan həm 0.1 ilə. $200 eniş. $200 eniş hara düşür? $200 eniş üçün hara gəlir düşür? Burada. $200 eniş səhər aşağıdakı nöqtədir. Səhərə qədər baxa görə nədir? Yəni $200 eniş yəni olmazsa demək burada nədir bu? 4500 neçədir bu? 71. 4571-də qoy bir dənə buy atsın ki, çox ziyana getməyək. Buy stop. 71-də. Baxa görək nə olur. Yəni mən əslində bunun elə bir ki, hazırki vəziyyətdən $200 enişi. $200 olmasa, yəni ən azından bir $100 enişini gözləyirəm. Baxa görək nə olur. Yəni belə deyək də, ən azından məsələn belə ki, $100 gözündən çıxarıb 0.1 gözündən uzaqlaşdırıb 0.1 ilə sel verə bilər. Amma riskdir. Əslində risk yaxşı şey deyildir. Amma sadəcə olaraq mən yoxlayım görüm nə olur. Ümumiyyətlə bu bizim dediyimiz $200 aşağı gəlirmi, yoxsa gəlmirmi? Nə xəbər çıxacaq uşaqlar? Gəlin bir dənə də sizin eşqinizdə bir dənə də kiçik lotdan bir dənə də sel verək. Baxa görə bunun aqibəti nə olur? Buna da bir dənə buy stop qoyaq. 71-ə. Amma riskdir uşaqlar. Birazdan xəbər çıxacaq. Buy stop. Əslində mən özüm riski sevirəm, amma sizə məsləhət görmürəm. Yəni hesab böyükdürsə, hə. Yəni bu 0.1, 0.1 bu hesab üçün yəni heç nədir. Sadəcə olaraq gözləyə görə nələr baş verir. Məsələn, tək bir dənə bunda bura qədər gəlsə, gör nə qədər gəlir verəcək. Nə qədərdir? 145 bu verəcək. Bu nə qədər verəcək? 192 bu. Yəqin olursa 1900 verər, 2000 gəlir verir. Belə hamımıza uğurlar uşaqlar, gecəniz xeyrə qalsın. İnşallah görüşmək dileğiyle, sağ olun.